Azərbaycanın tələbə Oskarı qazanan filmi olduğunu bilirsiniz. Gəlin göstərim. Hadi aç buradan gör. Ay yavaş da ne olur uşaq yazıqdır. Sen öz işinle məşğul. Xəstə uşaqdır sən. Bu film rejissor Elmar İmanov tərəfindən 2012-ci ildə çəkilib. Filmin baş rollarında Şamil Süleymanov və Rasim Cəfər oynayır. Filmdə onlar ata-oğul rolundadılar. Ata Yaqub öz oğlu Musaya sevgisini göstərmir. Amma bir gün Musanın ağır xəstə olduğu, çox az ömrünün qaldığı deyilir. Hər şey tamamilə dəyişir. Film nümayiş olunduğu ildə tələbə Oskarı qazanmağı bacarıb. Bu mükafat 1972-ci ildə tərtib olunub və tələbələrin çəkildiyi filmlərə verilir. Elmar İmanov da Köln Film Məktəbində oxuyarkən bu filmi çəkib. Xarici film nominasiyasında bürünc medala layiq görülüb. Filmin adı Tabutçunun Yelləncəyidir. Bu arada Elmar İmanovun yeni tammetrajlı filmi Çəyirtkənin öpüşü 8 dekabr saat 16:00-da Nizami Kino Mərkəzində Bakı Beynəlxalq Film Festivalı çərçivəsində nümayiş olunacaq. Bu fürsəti əldən verməyin. Bəs sizcə belə filmlər televiziyalarımızda niyə göstərilmir?